bugün sizinle Game kanalında bir oyun videosu çekeceğim. Gelin birinci rounda başlayalım. Bu oyundan məqsədimiz odur ki, gördüğünüz kimi bu şəkildə kim en çok alan yaratsa o kazanır. Bu oyunda gördüğünüz kimi belə şeylər də var. Onlara belə toxunduğunuz zaman onlardan böyük ərazi əldə edə bilirsiniz. İndiki ən çox ərazi məndədir. Ona görə karakterimin üstündə kral tacı var. Gəlin bu adam da öldü. Aha. Devam edirik. Burada gördüğünüz gibi bir yer var. Aha, ben bu mavili başka oyuncunun ərazisini ondan aldım. Belə gedərkən eğer onun getdiyi yolun üstündən keçərsəniz, onun ərazisini özünüzə almış olursunuz. Yine bunlardan var. Və elə ki məni bu ərazinin 11'də 12'də hissəsi məndədir və ona görə də birinci mənəm. Və bu mavili də ələ keçirdik ərazisini. Burada açar var. Bu açarlardan hər roundlarda olur. Bu açarlardan eğer 3 dənə toplasaq bizə 3 dənə kutu verir. 3 dənə yox 9 ədəd kutu verir. 3 dənəsini seçə bilərik. Hərəsi bir açar deməkdir. Bağışlayın, reklam gəldi. Özdə belə yerlər olur, ölkələr falan olur. Bu ölkəni %100 eləməliyik. Mən elə ki %13 eləmişəm. Bu həm də bu ölkənin bayrağını da göstərir. Burada ama mən bilmirəm bu hansı ölkənin bayrağıdır. Biraz qəribədir. Aha, buradan da kutumuzu alaq. Baxaq içindən nə çıxacaq. Birinci bura. İçindən 175 ədəd coins çıxdı. İkincidən isə 9 dənə elmas çıxdı. İkinci roundumuza başlayaq. Elə ki təzə başlamışam deyə 11-ci sıradayım. Dostlar, yanımda aha en büyük ərazisi olan adamı ərazisini aldım və ən çox elə ki məndədir. Məndə kral tacı yoxdur. Aha, bu adamın da ərazisini aldım. Bu pəmbəni də aldım və ən çox ərazi məndədir. Bu məkanın %17'si məndədir. Eğer öz getdiyiniz belə yolun üzerinden keçərsəniz, onda əlenirsiniz oyunda. Bunda değil. Bu adamın da ərazisini aldı. Öyle ki böyle qıraqdan gedirik. Məndə ən çoxdur və %22 hissəsi məndədir. Adamın ərazisindən də götürə bilirik. Böyle 4 yarpaqlı güllər var. Yəni 4 yarpaqlı gül şans deməkdir. Hər oyun bunlardan götürürük. Amma onların mənasını bilmirəm nə deməkdir.
Böyle bir şey geldi. Yok basına. Uşaqlar devam ediyor. Burada bir yer var. Dostlar nedense bir şey gelir. Burada 3 adet açarımız var. Her açar bir kutu deməkdir. Bu kutulardan 3 adet açacağım. Burada içinden ya elmas ya da qızıl gəlir. Bir de özel hediye var ki o da bu kutuların birindədir. Gəlin bu kutuları açaq. Birincisindən 50 adet qızıl çıxır. İkincisindən hansını seçək? Bunu seçəcək. 75 adet qızıl çıxır. Üçüncüsündən də gözümü bağlayıb elə seçəcəm. Bu. Və 50 adet qızıl çıxır. Altında göstərir ki, əgər istəyirsinizsə reklama baxaraq 3 ədəd də açar götürə bilərsiniz. Amma mən istəmirəm deyə no thanks-a basacağam. Sağ olun dostlar, videomuz bu qədərdir. Belə videoların daha çox gəlməsini istəyirsinizsə kanalıma abunə olub like atmağı unutmayın. Sağ olun.